rəvayət olunur Musa aleyhissalam, ya Rəbbi, mənə təklim, yəni səninlə danışmaq nemətini ikram etdin. Başqa birisinə də belə bir nemət verdinmi deyib soruşanda Allah Cəllə Cəlaluhu Musa aleyhissalama belə vəhy etdi. Ya Musa, həqiqətən mənim elə qullarım vardır ki, onları axır zamanda yaradacağam və onlara Ramazan ayını ikram edəcəyəm və onlardan birinə səndən daha yaxın olacağım. Çünki sən mənimlə danışarkən mənimlə sənin aranda 70.000 pərdə vardı. Muhammed sallallahu aleyhi və səlləmin ümməti oruç tutub dodaqları ağardıqda və rəngləri saraldıqda isə iftarları vaxtında, iftar edən vaxtda onlarla aranda bütün pərdələri qaldıracağım. Ey Musa, Ramazanda cigərini susuz və qarnı ac qoyanlara müjdələr olsun.